bizim bu Fərlinin heç bir günahı yoxdur. Azaz, bir dəqiqə deyən. Ondan çox biləsən, görmüsən saçın zadına ağardım. Sakit dur, bəlkə günahım var. Bilirsən nə sözün. Sən də bir sakit dur, sənə də biraz yüz verdik. Ay qardaş, ay vətəndaş. Heç nəsə, nə vətəndaş deyib şişirtmək lazım deyil, nəyəm oyam, başa düşür? Ay qardaş, ay insan. Ha bu məsələni danışanda bir təqdim elə də. Deyilən başdan danış da, bu poyzad var burada. Başdan danış. Danışım. Deməli möhtəşəm hakim. Nə oldu? Deyəndə görmüsən gecə vaxtı nə oldu? Qoy bir 2-3 saat yataq da. Yeddidən danış. Söp, başa düşdüm. Yatmışdın. Yo, yatmamışdım. Mətləb dayı, 7 işləmiş adam yatar. Nəyə gəlibsən, qurban olum? Nə istəyirsən yenə? Fəli, elə bil ki, ürəyimdən xanyal keçdi. O xamırı yaymaq üçün belə uxloy yoxdur. Oxloy lazımdır. Mətləb dayı, səhər saat 7 işləmiş məni oxloya görə narahat edirsən də sənə? Hə, bəzi qonşu hansı gün nə seyir? O da düzdür. İstəyirsən, Mətləb dayı, mən sənin bu ənkə böydəni tanıyıram da, özün bilirsən də. Sənin gəlmişi, keçmişi də tanıyıram, iki qatdala. Bir də sənin bu nəsli, əcabətin hamısını tanıyıram da, xəbərim var. İndi sənin lişni ənkə böydəni... Daydınla oxloy verməm, nə şey? Başa düşdün, narahatçılıq olmaz, söyüşdə hamısı yerində idi. Hə, qurban olum, get də, qoy yataq. Tərsliyə bax, sərin göz açılmamış mən. Fəli, deyirəm, indiki cavanlar böyükçə şeyləmir. Hə, Mətləb dayı, mən də əziyyət çəkirəm, qurban olum. Öpürəm, get də. Get. Narahat eləmə. Allah Yeri. eləməsin. Bu nə zibildir? Nə var az sər yaxala, sən nəyə gəlibsən? Nə varsan? Sabahın xeyir deyərlər. Ədisən. Nədir bu? Ədi ver, sabahın xeyir. Gör, nə qarmısan? Yumurta yatırsan da, beynimi xarab edir səhər-səhər. Mən nətər beynimi xarab edir.